bu sözü. 1973-cü ildə heykəl qoyuldu. Avtovağzal, köhnə avtovağzal. O da Ulu Öndərin göstərişi ilə qoyulubdu. Mehdi, göstərəcəm onu da sizə. Spartakın yanında. Əhsən. O da açılış oldu. O açılış oldu 1973-cü il. Ulu Öndər orada bir dənə çıxış edib. Çox genişdir. Amma mən onu burada hamısı deyə bir dənə cümləsini deyəcəm. Axırıncı cümləsi bu olub ki, orada ki. Deyib ki, Ulu Öndər ki, Mehdi Hüseynzadənin adı, müasirlərimizin, yəni indi hal-hazırda bir yaşayanların, Mehdi Hüseynzadənin adı, müasirlərimizin və gələcək nesillərin hafizəsindən heç vaxt silinməyəcək. Və həmək onu öyrənmişim. Ulu Öndərin vəsiyyətidir. Kim də istəsə getsin, onun baxsın orada. Heç vaxt deyir, gələcək nesillə. Bax, bugün biz hələ gələcək nesilik. Sonra bizdən sonralar gələcəkdir. O, Ulu Öndərin duası, arzusudur. Harada deyib, bax, Mehdi'lərlə gəlmişəm, bax, burada deyib. Bu Mehdinin heykəli həmin yer. Ulu Öndər yanıb burada çıxış edir. Çıxışı da böyüdür. Ya, bir dənə cümləni mənə bildim o ilə. Mən kifayətlənə bilərlər. Allah rəhmət eylesin. Allah onu böyle qədi rəhmət eylesin. İkinci, burada qeyd olundu, hamınız da bilirsiniz, görmürəm. Ondan sonra Ali Başkomandan Müzəffər Qarabağ Fatihi, İlham Əliyev cənablarının gördüyü işlər Mehdi haqqında götürə gələ bir dənə 2018-də təntənəli surətdə Mehdi Hüseynzadənin 100 illiyini sərəncam imzaladı. Onun üçün özü Azərbaycanda çox yüksək səviyyədə, çox da yüksək səviyyədə onun haqqında çıxışlar elədi. Sizə təqdim etdiyim videoda ağız dolusu ilə danışan, bir zamanlar mən Əli şairiyəm deyən Qafqaz Müsəlmanlar İdarəsinin Xəzər rayon üzrə qazisi, Buzovna Cümə məscidinin uzun illər axundu olan, ölkənin tanınmış ruhanilərindən biri hesab edilən Hacı Sultan Əlizadədir. Gördüyünüz kimi Hacı Sultan Əlizadə hər fürsətdə Heydər Əliyevdən xoş xatirələr danışmaqla, İlham Əliyevi tərifləməklə, dindarların, möminlərin qəlbində onlara qarşı xoş hisslər, xoş təəssüratlar yaratmağa çalışır. Mən Əli şairiyəm deyən, İmam Hüseyndən haqqında kitab yazan, nədənsə dövrümüzdə Hüseynçiləri, Əliçiləri həbs eləyən bir rejimin köləsinə çevrilib və rejimi tərif etməsi, onları müdafiə etməsi, o zalim rejimin başçılarını insanlara yaxşı tərəfdən təqdim etməsi həqiqətən çox maraqlıdır. Mən bundan artıq nəsə demək istəmirəm, nəticəni siz özünüz çıxardın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.